Ürək əməliyyatı keçirmiş uşaqlar üçün payız mövsümündə hansı ehtiyat tədbirləri vacibdir? Ümumiyyətlə, ürək əməliyyatı keçirmiş bir körpə mövsümə görə deyil, normal hər zaman tədbir alınması lazımdır. Baxır, nə əməliyyat keçirdi? Açıq ürək əməliyyat, yoxsa qapalı ürək əməliyyat, onlar hamısı önəmli amillərdən birisidir. Hərəsinə görə, özünə görə qoruma metodikası var. Genel olaraq bir cəmləşdirsək, məlumatlandırsaq, bu soğuk payız havalarda insan immun sistemi düşür, yoluxucu infeksiyalar yayılır, özellikle gripal infeksiyalar vesairələr. Nə qədər də olsa əməliyyat uğurlu da keçsə, o bir invaziv də olsa, cərrahi də olsa bir müdaxilə bədəndə, ürəyində aparılıb. Və təbii ki, infeksiyalar düşsə, istəməyən xoş səbəblər ortaya çıxara bilər. Bu bir. İkincisi də əməliyyatda yaranan təbii fəsadları da nəzarətə saxlamaq lazımdır. Bu iki. Ona görə də nə növ əməliyyat keçirmənin asılı olmayaraq, hər hangi bir mövsümdən də asılı olmayaraq, məsələn, yazın özünə görə xüsusiyyət var, payızın özünə görə, qışın özünə görə uşaqların qorunması və cərrahın və invaziv kardioloqun nə tövsiyə elədiysə, ona görə müdaxilə aparılması məqsədə uyğun biz qəbul edirik.